uşaq böyüyür, məsuliyyəti öz üzərinə ala bilmir. Öz fikri yoxdur, öz qərarı yoxdur, öz seçimi yoxdur. Öz fikrin, öz qərarın, öz seçimin, öz hisslərini ifadə etmə tərzin ailədə formalaşır. Uşağa sən deyirsən ki, qab qırıldı, sən yaxşısan, yaxşıyam. Qab qırıldı, bu önəmli qab idi. Mən demirəm ki, uşağa deyək ki, canın sağ olsun, nə istəyir qırılsın, əsas sənsən. Uşaqda eqoizm formalaşdırmaqdan söhbət getmir. Sadəcə olaraq, ilk olaraq önəmli olan sənsən. İkinci olaraq, təbii ki, bu əşya da öz dəyərində önəmli idi. Neyniyək? Bunu birləşdirmək olacaq. Əvvəlcə yığışdırmalıyıq, yığışdırdıq. Görürsən, bunu düzəltmək olacaq. Olacaqsa düzəldirik birlikdə. Olmayacaqsa onu toparlayıb atmaq birlikdə olmalıdır. Çünki biz əsasən nə edirik? Qab qırıldı. Uşağın üstünə bir gözəl qışqırdıq, onda günahkarlıq hissi yaratdıq, dəyərsizlik hissi yaratdıq, getdi qıraqda ağlayır, qabı biz yığışdırıb atırıq. Uşaq sadəcə buradan nə öyrəndi? Pis hiss etməyi, günahkar hiss etməyi, danlanılmağı və qınanılmağı.